yadımızdadır da sizlərin. O tapılandan sonra kimin ağlına gələrdi ki, o tapıldı və ona milli qəhrəman verdi? Sakit dayanın. Mən danışıram. Deməli, kimin ağlına gələrdi ki, Natiq Qasımov tapıldı və ona milli qəhrəman verdi? Bu Allahın işidir də, gəldi çıxdı. İndi arzu eləyərdim ki, birinin neçə şəhidlərimiz, orada nə qədər ad var, onlar tapılsın bir. İndi gəlirlər, dəstədə gətirdilər. Bizim Rəmziyə bacında qardaşı var, ondan sonra Tahirin qardaşı Mirzədir, Allah rəhmət edəcək. Tanıdıqlarımız var, gör nə qədər bilmədiklərimiz var. Bir zamana yetişərik inşallah ki, mən heç önəmli də deyil ki, mən o günü görürüm ya görməyim. Bunların da hamısının tərtiblərinə bir təzədən bax. Belə o zaman gələr ki, bir dənə ordensiz şəhid qalmır, bir dənə mükafatsız şəhid qalmır. Bir vaxtı zamanı var. Necə ki, Natiq üçün gəldi, qismət oldu. Düzdür, onun anası onu görüb dünyasını dəyişdi. Amma bizim burada analar var. O uşağın anaları, atası da 20-ci ildə, elə müharibə başlayanda eyni gündə dünyalarını dəyişirlər, Lətifin valideynləri. Allah rəhmət eləsin, gözləri yolda qalıb. O yolda qalmaq biraz çətin məsələdir. Biri var əlinlə dəfn edirsən, biri var gözləyirsən. Bir şeir oxuyayım inşallah, sonra sizlər danışırım. Qısa bir can. Ayrılarkən mənə qəmli baxıb getdi. O kədərli gözlərdə arzum, ümidim çıxıb getdi. Elə bilirdi bir daha görüşməyəcəyik. Odur ki, mənə bir söz deməyib, susub getdi. Cavan ömrü yarımçıq qaldı torpağın üstə. Qəhrəmanım qayıtdı bayrağın üstə. Elə bir şəhidi, çox az qaldı yarpağın üstə. Bir günəş şüası ilə yox olub getdi. Heç bilmədim bəxtim gətirmədi nədən. Heyf ondan, heyf məndən. Küstüm talihimdən, düşdüm həvəsdən. Qəfil qopan bir küləkdən. Gül çiçəklər solub getdi. Bir anda bağlandı ayağım, əllərim. Ürəkdə qaldı şirin, xoş sözlərim. Qüssə kədərlə doldu gözlərim. Elə bir göz yaşı idi, yanağımdan süzülüb getdi. Çox heyif ayırdı yollar bizi. Necə də peşiman etdi çöllər, dağlar bizi. Müsibətə düçar etdi ağır zamanlar bizi. Həvəslərim cavan yaşda, gözlərim yumub getdi. Ay mənim dağ kimi görünüb, uşaq kimi ağlayan ürəyim. Ay mənim acı zəhərə dönmüş arzu diləyim. Ay mənim həsrətdə keçən günüm, ayım. Oğul qəmin çəkə-çəkə qara saçlar da ağarıb getdi. Xoş günlərim, duyğularım, elə bil məndən bir dəfəlik küsüb getdi. Allah rəhmət eləsin. Səbir verin. Allah sizə səbir. Ağır müsibət. Sənin duyğularını, hisslərini, hamısını başa düşürük. Allah sənə səbir versin. Allah sənin evladını saxlasın. Sağ-salamat olun. Bu qəhrəmanı görən yılın atası da, anası da dünyasını dəyişir. Hərdən özümüz verdiyim talih, sənin də valideynlərin kəş sağol edir. Aramızda olaydılar. Görəklər də sən necə oğul çıxdın. Vətənimiz sağ olsun. Allah sizləri qorusun deyir. Çox danışsam kövrələcəyəm, ona görə də tahsil eləməyi daha yaxşı. Buyurun balalar, söz sizin.